Yenidən qurulan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yaradılan müasir şərait tələbələrin ürəyincədir. Burada ənənəvi ixtisaslarla yanaşı, müasir ixtisaslara da böyük tələbat var. Ətraflı sıradakı sujet. Həm yüksək əmək haqqı, həm də geniş iş imkanları baxımından gənclər üçün cəlbedicidir. Alternativ enerji ilə bağlı, IT texnologiyalarla bağlı, məsələn, kiber təhlükəsizlik sahəsinə çox böyük maraq var. Şəbəkə inzibatçılığı ilə bağlı çox maraq var. Kompüterlərin proqramlaşması ilə bağlı çox böyük maraq var. Eyni zamanda kənd təsərrüfatı sahəsində innovativ müasir yanaşmalar ki var, o istiqamətə də gələn tələbələrimiz çoxdur. Lənkəran Peşə Təhsil Mərkəzində hazırda 962 tələbə 42 ixtisas üzrə təhsil alır. Yaradılan şərait tələbələrə geniş imkanlar vəd edir. Mikrobioloq laborant ixtisasında 1 illik təhsil alıram. Gözəl sinif otaqları yaradılıb, biologiya, kimya otağı, coğrafiya otağı və hər bir otaqda çox gözəl şərait qurulub. Burada oxumağımın məqsədi budur ki, gələcək karyeramda və bu işi davam etdirmək istəyirəm. Dərslərimiz bitdikdən sonra apreldən başlayaraq artıq asan xidmətdə fəaliyyət göstərəcəyik. Tədris prosesində nəzəri biliklərlə istehsalat təcrübəsinin vəhdəti mərkəzin uğurunun əsasını təşkil edir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar tələbələrə real iş mühitində vərdişlər qazanmağa imkan verir. Səadət Əzqızı, Zaur İsmailov, Mələk İnqilablı, ATV Xəbər, Lənkəran.